ilə uyğunlaşdırın. Demək, hansısa bir qərarın qəbulunda həm qısa, həm də uzun müddətli təsirlərin nəzərə alınması niyə vacibdir? Müxtəlif tərəflərin baxışları bu qərara necə təsir göstərə bilər? Sonra, demək, bu hansına aiddir? Müxtəlif tərəflərin baxışları bu qərara necə təsir göstərə bilər? Müxtəlif mövqeləri müqayisə etməyi, səbəb nəticəni əlaqələrini araşdırmağı, balanslaşdırılmış nəticə çıxarmağı tələb edir. Çünki deyir ki, hansısa bir qərarın qəbulunda həm qısa, həm də uzun müddətli təsirlərin nəzərə alınması niyə vacibdir? Müxtəlif tərəflərin baxışları bu qərara necə təsir göstərə bilər? Səbəb nəticə axtarmaq Ay, lazım. sağ ol, bəli. 1-ə getdi A. Belə bir iddia irəli sürülür ki, texnologiyanın artması avtomatik olaraq təhsilin keyfiyyətini yüksəldir. Bu fikir hansı arqumentləri dəstəkləmək və ya tənqid etmək olar? Mən tənqid varsa, yəqin burada dəyərləndirmə olmalıdır. Onda C variantı uyğun gələr də. Bu tapşırıq şagirddə öz öyrənmə strategiyasını dəyərləndirməyə və gələcəkdə onları necə təkmilləşdirə biləcəyini düşünməyi tələb edir. Yox, indi hər harda gördük dəyərləndirmə ona uyğun gətirə bilmərik ki. Onda Sualın arqument ola bilər, hə? Belə bir iddia irəli sürülür. B-yə baxın, bu tapşırıq şagirddən irəli sürülmüş fikrin, deyir axı belə bir iddia irəli sürülür. Məntiqi əsaslarını yoxlamağı, arqumentin güclü və zəif tərəflərini müəyyənləşdirməyi tələb edir. Burada da deyirdi axı, belə bir iddia sürülür ki, texnologiyanın artması avtomatik olaraq təhsilin keyfiyyətini yüksəldir. Bu fikri hansı arqumentlərlə dəstəkləmək və ya tənqid etmək olar? Hə, orada tənqidi təfəkkür demirək, tənqid etmək, yəni mühakimə etmək. Güclü və zəif tərəflərini müəyyənləşdirir. Bəli. 11-ə baxaq mən. Müəllim şagirdlərə layihə tapşırığı verir. Layihə prosesində bəzi şagirdlərin ev şəraitində texnoloji resurslara çıxış imkanının məhdud olduğunu müəyyən edir. Bu vəziyyəti nəzərə alaraq məktəb rəhbərliyi ilə əlaqə saxlayır və dərsdən sonra şagirdlərin istifadəsi üçün məktəbdə müvafiq şəraitin yaradılması ilə bağlı təşəbbüs irəli sürür. Ümumiyyətlə, müəllim belə bir addımı düzdür da, elə eləyə bilər. Nəyi? Şərait yaradım uşaqlara. Elə müəllimin işi odur da, fasilitator müəllim uşağa şərait yaratmalıdır, öyrənmə şəraiti, öyrənmə mühiti, resursla təmin eləməlidir. Yəni evdə şəraiti yoxdursa uşağın, məktəbdə işləyə bilər də. Hə də, niyə işləmir? Layihə verib də. Bəli, işləyə bilər. Mən götürmüşdüm. Müəllim məktəb daxili prosedurlara əməl edir və məsuliyyətini yerinə yetirir. Elə fikirləşmişdim ki, öz məsuliyyətini yerinə yetirir də. Düzdür də, bizdən səhv istəyir. Düz fikirləşmişsiniz. Amma bizdən səhv istəyir, deyir, düzgün hesab edilmir. Edilmir, deyir. Bəli. Hə, çıxır. Müəllim mühiti texniki baxımdan zənginləşdirmək üçün müasir pedaqoji yanaşmadan istifadə edir. Güya ki, müəllimin məqsədi burada mühiti texniki baxımdan zənginləşdirsin. Məqsəd o deyil axı. Layihə verib, bəzi uşaqların da interneti yoxdur. Müəllim də bu vəziyyəti nəzərə alaraq məktəb rəhbərliyi ilə danışır ki, bu şəraiti düzəldək. Belə, eydi. 13 müəllim. 13. Müəllim şagirdlərə sağlam həyat tərzi mövzusunda informativ mətn təqdim edir. Daha sonra şagirdlərdən mətndə qeyd olunan əsas risk faktorlarını müəyyənləşdirməyi, gənclər sağlam həyat tərzinə kifayət qədər əməl edirmi? Mövqe bildirən arqumentlərlə əsaslandırılmış yazı hazırlamağı tələb edir. Müəllim əvvəlcədən qiymətləndirmə meyarları kimi mövqenin aydın ifadəsini, əsaslandırmanı və fikirlərin məntiqi ardıcıllığını şagirdlərə təqdim edir. Yanlış fikir istəyir. 13-də D çıxıb. Müəllimin əsas diqqəti şagirdlərin mətndə verilmiş məlumatları sistemli şəkildə ümumiləşdirib təqdim etmə bacarığının yoxlanılmasına yönəlmişdir. Oydu əsas məqsədi. Cavab müəllimə o çıxıb. Yox, bu yanlışdır da. Bu yanlış. Hə, o yanlışdır. Deyirəm, yəni nə idi müəllimin əsas məqsədi? Müəllimə yazmamışam ümumiyyətlə mən bu sualı. Başa da düşmədim. İnformativ mətni ona görə verib ki,
Mətndə qeyd olunan əsas risk faktorlarını uşaqlar müəyyənləşdirsinlər. Yəni gənclər sağlam həyat tərzinə kifayət qədər əməl edirmi, xeyir etmirlər. Məsələn, bütün gün çipsi, kola, bu sağlam həyat deyil. Mövzusunda mövqe bildirən, arqumentlərlə əsaslandırılmış yazı hazırlamağı tələb edir. Müəllim əvvəlcədən qiymətləndirmə meyarları kimi mövqeyinin aydın ifadəsi, və məqsəd budur. Mövqeyinin aydın ifadəsini, əsaslandırmanı və fikirlərin məntiqi ardıcıllığını şagirdlərə təqdim edir. 3 dənə. Deməli, mövqeyinin aydın ifadəsi, əsaslandırma, fikirlərin məntiqi ardıcıllığı. Qeyd edir ki, müəllimin əsas diqqəti şagirdlərin mətndə verilmiş məlumatları sistemli şəkildə ümumiləşdirib təqdim etmə bacarığının yoxlanılmasına yönəlib. Elə bir şey yox idi. Nə idi? Ünsiyyət var idi, təqdim etmə yox. Arqument, deməli, əsaslandırma və məntiqi ardıcıllıq. Bəli. Getdik. 13-dən sonra. 19 var ya müəllimə məndə. 16-da Mən 16-da mən orada daha ədatı var. O demirdik, bəs daha ən ədatları olanda təhlil etmək götürmürdük onu. Deyirdik, düz deyirsiniz. Amma onda deyirdik ki, kurikulumda bilirsiniz ki, istisnalar olur. Yaxşı, bir dənə də belə sual versəm ki, Firuzə xanım, sizin yaşadığınız bölgədə ən hündür bina hansıdır? İndi ona təhlil deyəcəyik. Nə deyəcəksiniz? Təhlil olmur ki, müəllimə. Yox, yadıma salıram. Bəli, yadıma salıram ki, bizim məhəllədə ən hündür kimin evi idi? Yadıma salıram, təhlil eləmirəm. Gördünüz, xatırlamaq çıxdı. Yəni, istisnalar olur. Dahanı siz, o dahanı siz nə vaxt götürürsünüz? Müqayisə edərək birini önə çıxarırıqsa. İndi nə deyir? Təhsil, qanun və mədəniyyət anlayışları arasındakı əlaqəni qiymətləndirin. Cəmiyyətin inkişafı üçün hansının daha həlledici olduğunu əsaslandırın. Bir də, bax, belə yadda saxlayın. Təhlillə dəyərləndirmədə qarışdırırsa, deyirsiniz ki, daha, bəs bəlkə təhlildir. Düşünün ki, təhlil o zaman olur ki, hamımız təhlil edəndə onu eyni cavabı gəlib çıxacaq. Məsələn, deyirəm ki, Osmanlı Səfəvi dövləti müqayisə ilə hansı daha güclü dövlətdir? Bunu neyəcək? Gedəcək, oxumalıyıq da, Osmanlını da oxuyum, Səfəvini də oxuyum, orada baş verən hadisələr, müharibələr və s. və axır onların nəticəsində bilirəm də, məsələn, Osmanlı dövləti daha güclü dövlət imiş. Yəni, bu cür bilirəm. Mən də o nəticəyə gələcəm, siz də o nəticəyə, hamımız eyni nəticəyə gələcək ki, Osmanlı dövləti daha güclü dövlət imiş. Amma buradakı fikrə görə hərə bir şey, mən məsələn təhsil deyəcəm, siz qanun, o biri mədəniyyət, görürsünüz, hərənin öz fikri. Hərə öz fikrini bildirdiyinə görə dəyərləndirmə götürürlər. Bəli. Çox sağ olun. Buyurun. 19 mənim. Müəllimin fəaliyyətində yanlışa yol verdiyi situasiyanı müəyyənləşdirin. Müəllim xüsusi ehtiyacı olan şagird üçün tapşırıqları uyğunlaşdırır və icra üçün əlavə vaxt ayırır. Sinifdə bu fərqlənmənin səbəbini izah edərək hamının prosesdə iştirakını təşviq edir. Müəllim müzakirə zamanı fərqli fikirlərin səslənməsinə şərait yaradır və şagirdləri cavabları əsaslandırmağa yönəldir. Müzakirənin mövzudan kənara çıxmaması üçün əsas məqamları ümumiləşdirir. Yəni, hər şey düzdür da, burada heç bir səbəb müzakirədir, hamıya şərait yaradır, fikir əsaslandırmalıdırlar, mövzudan da kənara çıxmaq olmaz. Müəllim real həyatla bağlı problem təqdim edir və şagirdlərin qrup şəklində həll yolları hazırlayıb müqayisə etməsini təmin edir. Bəli. Müəllim mövzunu müxtəlif fənlər əsasında araşdırmağa təşkil edir və şagirdlər isə nəzəri və real həyatla bağlı tərəfləri birləşdirərək nəticələr çıxarırlar. Müxtəlif fənlər əsasında araşdırmağı təşkil edir, bax, mövzunu müxtəlif fənlər əsasında araşdırmağı təşkil edir. Yəni, mövzu haqqında uşaqlar araşdırmaya gedəcəklər, zaten deyir ki, yəni, müxtəlif fənlərə çıxış olacaq. Şagirdlər isə nəzəri və real həyatla bağlı tərəfləri birləşdirərək nəticə çıxarırlar. Nəzəri, yəni kitabdan oxuduqları və həyatla bağlı. Bu da düzdür. Müəllim dəstə rəqəmsal alətdən istifadə edərək şagirdlərin fəallığını artırır. Fəaliyyətin sonunda isə əldə olunan nəticələrə ümumi şəkildə baxaraq dərsi planlaşdırılmış gedişata uyğun davam etdirir. İstifadə şəkillərin fəallığını artırır. Fəaliyyətin sonunda isə
Əldə olunan nəticələrə ümumi şəkildə baxaraq dərsi planlaşdırılmış gedişata. Deməli, tamam, rəqəmsal alətdən istifadə edə bilər, fəallıq da arta bilər. Fəaliyyətin sonunda isə əldə olunan nəticələrə ümumi şəkildə Ümumi baxaraq. şəkildə. Aysu, ümumi yanlışdır. Müəllimə, bəs burada A-da var, deyir ki, bu xüsusi ehtiyacı olanları olan uşağı deyir fərqləndirir, fərqləndirməyin də səbəbini izah edir. Bu fərqləndirmə nə dərəcədə doğrudur? Mən Biz də A deyir, yazmışam müəllimə. inklüzivlikdə nə Mən də A bilim yazmışdım. fərqləndirmirik də, yəni mən də o Müəllim cür xüsusi ehtiyacı olan şagird üçün tapşırıqları uyğunlaşdırır və icra üçün əlavə vaxt tanıyır. Sinifdə bu fərqləndirmənin səbəbini izah edərək hamının prosesdə iştirakını təşviq edir. Amma hamının iştirakını təşviq edir də. Orada səbəbini izah etməməlidir axı onda uşaq pis olacaq. Bəli. Burada bilirsiniz nəyi demək istəyir? Deməli, orada olsa demir də, ay nə bilim sinifdə xüsusi ehtiyac. Bu sözləri demir. İndi bunu bizə görə yazıb. Müəllim bilir ki, belə bir uşaq var, tapşırığı onun potensialına uyğun. Zaten fərdi yanaşmalıyıq da, burası düzdür. Və icra üçün əlavə vaxt tanıyır. Sinifdə bu fərqləndirmənin səbəbini izah edərək hamının prosesi iştirakını təşviq edir. Orada xüsusilə vurğulanmır ki, bu uşaq sağlamlıq imkanı məhduddur, onu vurğulamır. Ümumiyyətcə deyir ki, ay uşaqlar, məsələn, tapşırıqları sizə ona görə fərqli vermişəm ki, hərənin öz potensialına uyğun olaraq ki, hamı prosesdə iştirak eləsin. Yəni, uşaq başa düşür ki, hamıya eyni tapşırıq verilməyib. Hamıya eyni ya asan olmalı, ya çətin. Bildiniz, burada onu xüsusilə vurğulanmır ki, müəllim uşaqlara deyir ki, sinifdə belə bir uşaq var, falan filan. Yox, düzdür, sual problem yox. vurğulayır ki, yəni bu ehtiyac var. Bəli. Yəni, müəllim orada uşağı vurğulamır da, bu sizdən fərqlidir. Uşaqlara payladığım tapşırığın fərqli olduğunu, yəni, izah edirəm ki, ay uşaqlar, mən tapşırıqları sizin potensialınıza uyğun hazırlamışam. Hə, mən də elə bildim ki, yəni O uşağı fərqləndirir, Hə, gətirir ki, bəli. nümunə də çəkir ki, baxın, bu uşaq çox zəifdir. Tapşırığı buna görə ona zəif hazırlamışam. Yox, elə yox. Deyir, Bəli, mən də sinifdə ona bu görə fərqləndirmənin. Bəli. Getdik. 20, düzdür? Mən də Tamam. düzdür. MHM dediniz vermişik də elə. Bəli. Orada vəziyyət necədir? Orta stabil. o elə də çətin deyil, amma mən Edudan bayaq səhvim var idi. İndi tapılmayacaq. Neçə idi sınaq? 6 müəllim. 6. Deyin. 43 var müəllimə. 2-yə baxırdım. Oxuyursunuz 42-ni. Aşağıdakı fikirlərdən hansı biri yanlışdır? Məzmun xəttləri hər bir fənnin şagirdlərdə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyən edilir. Bu doğru fikirdir də. Bəli. Məzmun standartları əsas və alt standartlar summativ qiymətləndirmənin aparılmasını təmin edir. Bu da doğrudur. Bəli. Alt standartlar aid olduğu fənn təlim nəticələrinə çatmağa xidmət edir. Bu da doğrudur. Bəli. Əsas standartlar təlimdə inteqrasiyanın qurulmasını təmin edir. Mən bu əsas standart sözü məni biraz çaşdırdı. Alt standart. Alt standartın 4 funksiyası var. Onlardan biri də inteqrasiyadır. Yəni Bu əsas yanlış. standart da alt standarta aiddir də. Yox, əsas standart bölmədir. Alt standart o bölmədəki mövzular.
Əsas standart o bir hissəsidir onu. Alt standartın bir Bölmə də əsasla da bölmə. Bölmə olur, tədris vahidi, bölmə. Alt standart o bölmənin içindəki mövzu. Məsələn, birinci bölmənin 3-cü mövzusu, 5-ci mövzusu, 6-cı mövzusu. Bu olur alt standartlar. Hər Yəni bir əsas standartla inteqrasiya necə edək? Biz alt standart reallaşdırırıq. Alt standartdan məqsəd çıxarıq, məqsədə görə inteqrasiya falan düz qoş edirik də, belə deyək. onda bu doğru fikirdir də. Yanlış Hər bir fikirdir. Hansı? D variantı doğru fikirdir də. Yanlış fikirdir. Lalə xanım bizdən yanlış istəyir. Mən də deyirəm ki, əsas yox, alt standart olmalı idi. Hə, alt standart. Bəli. Hər bir fənnin özünə məxsus məzmun standartları var. Bu da doğru fikir. Bəli, bəli. Getdik 43 demişdiniz, baxaq. Deməli, Günel Azərbaycanın təbiəti və tarixi haqqında ətraflı məlumatlar toplamağa və bunu sosial şəbəkələrdə real həyatda tanıdığı yerli və xarici dostları ilə paylaşmağa böyük maraq göstərir. Günelin müvafiq səriştəsini müəyyən edin. Mən belə fikirləşdim ki, bu xaricilərə filan göstərdiyinə görə milli kimliyin bəlkə fəal vətəndaş mövqeyiymiş. Milli kimliyin dərki birincisi xaricilər deyil. Milli Ya öz kimliyin vətənini dərki tanıtdığına görə elə fikirləşdim ki, öz vətənini tanıdır da. öz vətəni tanıtmaq fəal vətəndaş mövqeyidir. Yaşadığı yeri tanıtmaq. Bəli. Milli Ya, kimliyin bildim. dərki rəmzlər, onlara Dövlət hörmət nümayiş atributları, etdirmək. Ay sağ ol. bildim. Getdik. 47 müəllimə. 46 müəllim. Oran yazdım. Musa məktəb həyətindən çölə çıxmaq olmaz, amma sən bunu əməl etməlisən. Musa, müəllim, mən çölə çıxmamışam, sadəcə məktəbin giriş qapısında qalıb evdə unutduğum kitabımı atamın gətirməsini gözləmişəm. Məntiq xatası. Mənim bu sirkulyar arqument deyil. Yəni onun dediyini eynisini təkrarlamır. O zaman olardı ki, müəllimlə Musa məktəb həyətindən çölə çıxmaq olmaz. Musa da deyərdi ki, müəllim, mən məktəbin həyətində nəsə çölə çıxmamışam. Bir dənə belə olsaydı, hə. Burada amma Musa burada dastan asır. Müəllim, mən çölə çıxmamışam. Sadəcə məktəbin giriş qapısında qalıb, evdə unutduğum kitabımı atamın gətirməsini gözləmişəm. Bir dastan söz danışdı. Çox mənalı danışmaq, söz oyunu idi. Fikri yayındırır. 47 müəllimə. 4K bacarıqlarına uyğun gələn fikirləri müəyyən edin. Deməli, kritik düşüncə, kreativ dik oxuyum. A-da. Yayda və qışda təbiətdə baş verən hadisələri müqayisə edərək fərqliliyi izah et. Müqayisə edib fərqliliyi izah edəcəksiniz. Kritik Hansına gedəcək? Ay, sağ ol. Kritik. Qrupun lideri olaraq qrupda baş vermiş anlaşılmazlığı aradan qaldırır. Qrup lider. Aysa kooperasiya getdi bura. Kooperasiyaya gedir bir. Sonra C-də fikirlərini jest və mimikalarla səssiz şəkildə deyir ki, izah et. Bu kreativ Var verbal kommunikasiya, yəni verbal səsli ünsiyyət, qeyri-verbal ünsiyyət. Qeyri-verbal jest mimika. Yəni kommunikasiya. Kommunikasiyadır bu da. Dördüncüsündə də müəllim şagird münasibətlərindəki uyğunsuzluqları aradan qaldırmaq üçün yeni həll variantlar. Bu da kreativ düşünmə. Bəli, bəli. Deməli A, D, C, B. B bəndi. 47-dən sonra 49 müəllimə. Nərgiz oxuduğu bədii kitablarda özü və cəmiyyət üçün önəmli olan tərbiyəvi davranışları mənimsəməyə və davranışlarında sərgiləməyə çalışır. Bu çıxıb D variantı təşkil etmə. Deyir axı, özü və cəmiyyət və davranış qaydaları. Lap belə deyək, həmin dəqiqə özü və cəmiyyət deyən kimi ağlıma şəxsi və sosial kompetensiya gəlir. Şəxsi sosial kompetensiya gələn kimi deyir, amma o ancaq özü ilə bağlı idi. Özü ilə bağlı olan metakognitivdir. O da sırf bağlıdır təşkil etməklə.
Oldu müəllim. Getdik. Dediniz müəllim hardan ara əlaqələndirdiniz. Bəli, müəllim. Getdik. Müəllimə, burada var, məsələn, Nərgiz oxuduğu kitablardakı kimi davranır desəydi, yəni onda xarakterizə etmə olardı, yoxsa yenə də təşkil etmə olacaq idi? Xarakterizə etmə olmayacaqdı. Oxuduğum Xarakterizə kitablarda etmə kimi müəllimə onun xarakteri elə idi, yəni hamı Bəli. bilirdi ki, o belə Budur. Ay sağ ol. budur insandır da. Ay, necə ki deyirəm, Hacıqara deyən kimi hamımız xəsisdir deyirik. Hə, bəli. Hamı onu yəni o cür tanıyır. 49-dan sonra 49-dan sonra 53-ə baxaq da mənim. Uyğunluğu müəyyən edin. Diaqnostik qiymətləndirilmə. Demək, qiymətləndirmə nəticələri təlimi fərdləşdirməyə və təlimi gələcək dərslərdə effektiv planlaşdırmağa imkan verir. Mən bu diaqnostik olar, hə? Gələcəkdə olacaqsa, sonra olacaqsa. 53-ə baxırıq. Bəli. Deməli, diaqnostik, bəli. Bəli. Sonra təlim prosesini düzgün tənzimləməyə, öyrənməni təmin etməklə məzmunu mənimsəməyə imkan verir. Demək, Bu, məzmunu mənimsəməyə, ay sağ ol, bəli. Prosesi düzgün tənzimləyir, öyrənməni təmin edir ki, məzmunu mənimsəsin. Müəyyən nəzərdə tutulmuş məzmuna şagirdlərin hansı səviyyədə nail olduğunu dəqiq ölçmək varsa, bu da summativ olacaq. Ay sağ ol, bəli. Mən niyə səhv yazmışam bunu? Hardaydı o? A, B, C oldu, A variantı. Getdik. Var başqa? Məndə yox müəllim. 55-ə baxaq. Aha. Aydan teatra mən bunu bildim, bunu heç baxmıram. Mən bu demək Aydan teatra getməyi çox sevir və hətta bu sahə üzrə təhsil alaraq gələcəkdə teatr aktyoru kimi obrazlar tamaşa. Bu bədənki də estetikdir. Bəli. 55-dən sonra. Bir də mən 57. Atası xəstə olduğu üçün narahatlıq keçən Orxan bugünkü son 2 dərsdən icazə almaq istəsə də müəllim ona icazə vermir. Orxan da icazəsiz dərsdən qaçır evə gedir. Müəllim Orxanı soruşanda Fuad səbəbi deməklə yanaşı belə bir əlavə də edir. Mən də eyni situasiyada olsaydım icazə verilmədiyi halda da belə edərdim. Nə yazmısınız? Şey deyil, universal etik Düzdür, prinsipi. bunun cavabını səhv verib. Düzdür. Mən bunu gözləyirəm. Məndə düz gəlmirdi, o mən də səhv eləmişəm. 57-dən sonra Daha yoxdur. Müəllim, bir şey soruşum. Bəli. Sualım buradan yoxdur. O şey var idi, elmi muzeylərə getmək, riyazi elmi idi. Bir dənə də muzey var idi. İncə sənət. O şey idi də, vizual idi. Bəli. Yəni o sərdən Hə. Etudan nəsə vermişdin? 14. Hə. 14 müəllim. Səhvləriniz çoxdur. Məndə o qədər deyil. Tamam, onu da açaq baxaq. Elə deyil. Oxuyun. Müəllim dərsdə öyrənməkdə çətinlik çəkən 2 şagirdi, digər 2 potensialı yüksək olan və yaxşı oxuyan şagirdlə dərsdən kənar saatlarda bir araya gəlib dərs zamanı keçirilən mövzuları təkrarlamağı tapşırır. Bu strategiyada verilənlərdən hansısına səbəb olur? Şagirdin öyrədən qismində olduğu mühit daha davamlı və məhsuldardır. O fikir əslində doğrudur, amma belə deyim də dərs zamanı olsaydı, qrup işində, bir-birindən öyrənərkən. Başa düşdüm. Şagirdlə müəllim arasında dostluq əlaqələri yaranır, xeyr. Bəli. Həmçə yaşıdları tərəfindən öyrədilən şagirdə özgüvənsizlik hissi olunur. Mən bunu doğru götürdüm.
Bütün sinifdə Aha, düzdür tədris də bu. düzdür, hə. Bütün sinifdə tədris zamanı müəllimin çata bilmədiyi şagirdlərə lazım olan fərdi diqqəti ayırmağa imkan verir. Cümləni başa Göz- düşmədim. Hə, o deyir ki, bütün sinifdə tədris zamanı müəllimin çata bilmədiyi şagirdlərə lazım olan fərdi diqqəti ayırmağa imkan verir. Yəni müəllim çata bilmir uşaqlara, bu biri əlaçılar onlara kömək edir. Hə, başa düşdüm, doğrudur. Müəllim qismində iştirak edən şagird əlavə vaxt itirir. Bu da doğrudur, düzdür, D bəndi. bəli, Hə, 3, 4, 5. Daha sonra Yəni Kaç 7. vardı müəllim? 7 müəllimə. Müəllimə 4-ə baxardıq, sonra oxuyun. 7. Bir dəqiqə. Sinifdəki bir qrup şagirdin qriplər tutulduğunu müşahidə edən müəllim bundan müsbət istiqamətdə istifadə edir. O şagirdlərə qripin yaranma səbəbləri, müalicə üsulları və qripdən qorunma yolları ilə bağlı araşdırma aparmağı və əldə etdikləri nəticələri sinifdə paylaşmalarını xahiş edir. Verilənlərdən hansı situasiya ilə bağlı doğru fikir deyil. Mən Səslər B bağlı. variantı yazmışdım. Doğru deyil deyir. Nə yazmısınız? B variantı yazmışdım mən. Müəllim Müəllim şagirdlərə şagirdlərin nəzakətli. nəzakəti dili danışır. Düz deyir də, Şagirdlərin xahiş nəzakəti- edir. Xahiş edir. Nəzakətli danışmırmı? Danışır. Müəllim şagirdlərdə idrak taksonomiyasını təhlil etmə mərhələsini inkişaf etdirməyə yönəliş tapşırıq verib. Burada təhlil etmə var da, yəni hər bir şeyini istəyir. Hə. Mənim Bir dəqiqə fikrimcə. baxım. Bəli, araşdırma var, düzdür. Təhlil var. Əldə etdikləri nəticələr. Təhlil edib ki, əldə edib də. Düzdür. Bəli. Tapşırıq şagirdlərdə tənqidi təfəkkürün inkişafına səbəb olur. Bəli, Bu bu da da düzdür. düzdür. Bəli. Müəllim dərs zamanı beyin həmləsi üsulundan istifadə edir. Baxa. Bu da düzdür müəllim. Qeyd müşahidə müəllim buna müsəmsə, bəli, düzdür. Şagirdlərin müxtəlif yollar axtarması onlarda yaradıcı heç bir şey yoxdur axı orada. Hə, tənqidi var idi. Bəli. Getdik. Başa düşdüm. 7. Bəli, müəllimə 7. Oxuyun. Müəllim ədəbiyyat dərsində şagirdlərin bəzi hisslərini anlamaq və digərlərinin fikirlərini hörmət etmək bacarığını inkişaf etdirmək üçün seçilmək şansını itirmiş bir şagird haqqında hekayə danışır. Sonra şagirdlərdən danışdığı hekayədəki personajların yerinə özlərini qoymalarını və belə vəziyyətdə nə hiss və hərəkət edəcəklərini bölüşmələrini xahiş edir. Doğru olmayan, yəni yanlış fikir istəyir bizdən. Tapşırığa əsasən şagirdlərdə emosional cəhətdən özünü dərkin yüksək səviyyədə olduğu, ancaq özünü idarə etmənin inkişafına ehtiyac duyulduğu müşahidə olunur. Cavab bu çıxıb. Mən D-ni götürmüşdüm. Müəllim şagirdlərdə özünə dərkin necə olduğunu müşahidə etmək istəyir. Mən də onu götürmüşəm. Empatiya olmalı deyir ki, başqalarının yerinə özünüzü qoymaq. Müşahidə bəzisi ana deyər. Amma doğru olmayan istəyir axı. Cavab A çıxıb. Hə, cavab A çıxıb. Mən deyərək yoxlamışam. Mən o özünü dərsi yoxlamaq istəyir də, o düzdür. Hə də hisslərini düz deyir də. Şagirdlərin bəzi hisslərini anlamaq və digərlərinin fikirlərinə hörmət etmək bacarığını inkişaf etdirmək üçün. Deyir ki, ədəbiyyat dərsində şagirdlərin bəzi hisslərini anlamaq, şagirdlər özləri yəni hisslərini anlasınlar. Düz deyir də, özün dərk var. Hə, orada doğru olmayan deyir mənə, çaşmışam. Hə, doğru olmayanı deyir, bəli. Bəli. Əslən şagirdin özündəki yüksək səviyyədə olduğu, ancaq özünü idarə etməyə inkişafına ehtiyac duyduğu müşahidə olunur. Hə, özünü idarə etməklə bağlı bir şey yoxdur axı. Bəli, mən başa düşdüm. Uzaqbaşı orada empatiya ola bilərdi. Bəli. 8 məndə də. 8 hə, bu çox mənasız bir sualdır. Bunun cavabı düz deyil. Bəli. Sonra 10 müəllimə. Aha. Sosial şəbəkə saytlarının cəmiyyətdə təsiri nədir? Müəllim dərsə lövhəyə bu sualı yazmaqla baxır. O şagirdlərin mövzu ilə bağlı ağlına gələn iki şey söyləməklərini xahiş söyləmələrini xahiş edir. İlk şey söyləyim. Aha. Müəllim dərsdə həyata keçirdiyi strategiya hansıdır? Mən beyin həmləsi deyil burada. Burada klaster olmur müəllimə.
Sosial şəbəkə saytlarının Deyim cəmiyyətə yox, təsiri üç nədir? şeydir. Üç Bəli. şeydir. Ağla gələn üç şey. Ay Klassik sağ ol. yolunda. Demir ki, müxtəlif fərziyyələr irəli sür. Belə bir mərkəzə söz yazıram, fikir yazıram və deyirəm ki, ağlınıza gələn ilk şeyi deyin. Şaxələndirirlər. Düzdür. Getdik. Var başqa? Biraz cəld olaq, dərs izah edəcək. Qutardı hamıda? Həm 12-yə baxaq da. Aha. Müəllim 6-cı sinifdə şagirdlərə hekayə danışır, daha sonra sinifin künclərinə aşağıdakı ifadələri yazır. Birinci küncə əsas ideyanı və dəstəkləyici fikirləri tapmaq, ikinci küncə hekayəni yenidən yazmaq, üçüncü küncə isə hekayənin posterini hazırlamaq. Lazım olan materialları künclərə qoyur və sinifi 3 qrupa bölür. Hər qrupa 10 dəqiqəlik künclərdə işləməyə xahiş edir. Situasiyaya əsasən yanlış fikri müəyyən edin. Nə yazmısınız? 12-də mən yazmışam D. Dərs Düzdür də. Sinif küncləri işi sulu. Kinestetik uşaqlar üçün daha sərfəlidir. Niyə? Çünki sinifi hərəkətdə saxlayan işi suludur. Hamı ayaq üstədir. müəllim şagirdlərə vaxt verməklə düşünmə, gözləmə vaxtını nəzərə alır. Mən burada axı vaxt veribdi. Amma düşünmə gözləmə vaxtı sual-cavabda olur. Bu belə, bu bir. Və düşünmə gözləmə vaxtı maksimum 1 dəqiqə olur, 10 dəqiqə yox. Çox sağ olun. Müəllimə bir Bu də 19 sadəcə var. qrup işidir. 17 Qrup var. işində vaxt veribdi qrup işinə. 19 oxuyun. 17-yə baxaq da müəllimə. Hə, oxuyun. Deməli, məqsədə uyğunluq baxımından dərsin əvvəlində şagirdlərin diqqətini cəlb etmək üçün Osmanlı dövlətinin qurulması haqqında şagirdlərinə bilik qazandırmağa çalışan müəllim aşağıdakılardan hansını etsə daha müvafiq olar? Burada mən Y yazmışdım, amma cavab çıxıb B. Mən Osmanlı dövlətinə qədər digər dövlətlərin yaradıcıları haqqında kiçik məlumat verməyə, cavab B çıxıb Osman bəyin yerində olsaydınız hansı strategiyadan başlayardı sualını vermək. Mən bu Osman haqqında bilmirsən nətər bu belə Düz deyək. deyirsiniz. Hə, biraz bu Mən ixtisasım da tarixdir. Yəni bu Tarixdir, Osman hə. haqqında bilmirsən nətər bir strategiyasını da bilə bilərsən. haqlısınız. Hələ yəni keçməyib. Hətta mən bunu bir tarixçilərdən də soruşmuşdum ki, məsələn, Osmanlı dövlətinin qurulması haqqında uşaqlara danışanda Osman bəy var idi, ora kimi. Hətta demişlər ki, yox idi. Orada elə bil mövzunun əvvəlində də Anadolu Səlcuq sultanlığından danışır. Yəni orada o haqqda məlumat verir. Sonra Osmanlı gəlir, sonra da deyəsən Osmanlı dövlətini yaradır. Bəli, bəli. Ay sağ ol. Düz deyirsiniz. Bunun cavabı çox mənasız çıxıb. Hətta bəziləri C götürür. Osman bəy ilə Şeyx Ərdəbil arasındakı nə bilim lətifə. O da heç Məncə deyəsən uyğun elə deyil. lətifə də olmayıb. Yox. Hə. Bunun cavabı yadımdadır. Tarixçilər oxuyanda demişdilər ki, bu nəsədə elə bir şey yoxdur. Uyğun gəlmiş. Buyurun. 19 sonra dediniz. Bəli, müəllimə. Şagirdlər ilk dərsdə müəllimə deyirlər ki, bu fənni keçən dostlarımızdan soruşmuşuq. Fənn çox çətindir, öyrənmək olmur. Ona görə qiymətləndirmə zamanı çox aşağı qiymət alır. Belə bir situasiyada müəllim ilk dərsə başlamazdan öncə nə etməlidir? Mən də götürmüşdüm, qapalı düşüncədə olan şagirdləri açıq düşüncəyə çevirib daha sonra mövzunu keçməlidir. Y çıxır. Dərsin məqsəd və vəzifəsi haqqında şagirdlərə açıq, aydın izah verməli. Daha sonra həyatı nümunələr gətirməlidir. Hə, bax görürsüz, deyir ilk dərs. Yəni tutalım da uşaq ilk dəfə bu fəndən tanış olur və ilk dərsdir. Hə, gəlir belə bir şey deyir, mən də onlara ilk nə edə bilərəm? Başlayıram ki, ay uşaqlar, indi sizə belə deyiblər. Yəni fənnin məqsəd vəzifəsi budur da. Bunu açıq-aydın onlara izah edirəm. Bu fənnin rolu nədir, məqsədi nədir? Ondan həyati nümunələr gətirirəm ki, uşaqda maraq oyadım fənnə qarşı. Oldu müəllim. Düzdür. Bitdimi? Bəli. İndi keçək dərsin izahına. Deməli. Operantı keçdik, hə, dedi seçimi yaxşı başa düşməmişik.
William Glaser'in nəzəriyyəsidir. Burada cəza yoxdur. Elə adına məlumdur da seçim var. Seçim varsa bir növ şagird yönümlüdür, yəni dəstəkləyici mühit var. Cəza yoxdursa dəstəkləyici mühit var. Dəstəkləyici mühit varsa cəza olmamalıdır, yəni bir-birini təqzib edir. İnsan davranışları daxildən idarə olunur, yəni insanları başqaları yox, öz ehtiyacları hərəkətə gətirir. Yəni göstərdiyimiz davranışlar ehtiyaclarımıza görədir. Hansısa ehtiyacımız ödənəndə hansı davranışı göstəririk, ödənməyəndə hansı davranışı göstəririk. İnsan bütün davranışlarını öz ehtiyacını ödəmək üçün seçir. Və seçim nəzəriyyəsi təhsildə, sinif idarəçiliyində necə tətbiq edildiyini izah edir. Şagird davranışının xarici nəzarət yox, daxili seçim əsasında formalaşdığını vurğulayır. Və mahiyyəti nədir? İnsan davranışı öz ehtiyaclarını ödəmək məqsədi ilə etdiyi şuurlu seçimlərin nəticəsidir. Yenə də deyirəm, hansısa ehtiyacım ödənsin deyə hansısa davranışı göstərə bilərəm, ya da ki, hansısa ehtiyacım ödənmədiyi üçün hansısa pis davranışı göstərə bilərəm. Və bu pis davranışı və yaxud da ki, o yaxşı davranışı mən neynirəm? Özüm şuurlu şəkildə özüm seçirəm. Davranışlar xarici mühit tərəfindən məcbur edilmir. Dedik axı, daxili. Daxili sözü bunun elə açar sözdür. İnsan onları özü seçir. Şagird öz davranışına görə məsuliyyət daşıyır. Müəllim davranışı birbaşa idarə etmir, seçim etməyə şərait yaradır. Ümumiyyətcə, insanların həyatda bir çox ehtiyacları var. İndi biz sadəcə 5 dənə ən əsasını keçəcəyik. Sağ qalma ehtiyacı. Baxın, lap olaq özümüz. Bu dünyada, bu həyatda sağ qalmaq üçün bizə nə lazımdır? Daxma da olsa, heç olmasa başı bağlı bir ev lazımdır, bir daxma lazımdır. Çünki o olmazsa biz çöldə bayırda qalsaq 3-5 günə qurda-quşa yem olacağıq, düzdürmü? Və yaxud da ki, sağ qalmaq üçün bizə nə lazımdır? Qida lazımdır, su lazımdır. Bir sözlə də, yəni biz insanlara da görürsünüz, sağ qalma ehtiyacımızı yəni ödəməliyik də. İndi sinifdə də belədir. Təhlükəsiz, nizam-intizam, fiziki, psixoloji rahatlıq. Yəni, müəllim elə bir mühit yaratmalıdır ki, sinifdə. Uşaq orada, belə deyək də, sağ qalma ehtiyacı ödənsin də. Yəni ki, təhlükəsiz mühit olsun, dəstəkləyici mühit olsun, nizam-intizam öz yolunda və psixoloji rahatlıq. Psixoloji da nə olsun ki, bir-birini döymür, amma kimsə kiməsə psixoloji travmada yaşada bilər. Sonra sevgi və mənsubiyyət ən əsas ehtiyaclardan biridir. Deyir ki, hər bir insan sevilmək və özünü kiməsə aid hiss etmək istəyər. Yəni, qəbul olunma, hörmət, müsbət münasibətlər. Yəni, şagird də həm müəllim, həm də sinif yoldaşları tərəfindən sevilmək istəyir və özünü o sinifə aid hiss etmək istəyir. Güc. Uğur qazanmaq, özünü dəyərli hiss etmək, bacarıqlarını göstərmək. Yəni ki, məsələn, uşağın hansısa, belə deyək ki, güc ehtiyacı ödənməyəndə necə ödənmir? Hansısa kiçik bir uğurunu qeyd eləmirəm, vurğulamıram, hansısa uşağın bacarığını vurğulamıram, nə oldu, onun güc ehtiyacı ödənmədi, özünü güclü, bacarıqlı hiss etmədi. Ona görə də neyniyəcək? Başqa cür göstərəcək gücünü. Nə bilim, məktəb avadanlığına zərər vura bilər, sinif yoldaşını döyə bilər, yəni gücünü bu cür göstərəcək. Azadlıq. Azadlıq adından məlumdur, seçim etmək, müstəqil qərar vermək. Məsələn, uşaqlara deyir ki, hə, bu dəfə partaları özünüz düzün qoşun. Və yaxud da sual verir ki, uşaqlar hansı iş formasından istifadə edək tutalım da, qruplarla yoxsa cütlərlə. Yəni də bəzən onlara da seçimi veririk ki, qoy onlar da özlərini sərbəst hiss eləsinlər ki, bizim də fikrimiz önəmlidir. Sonra əyləncə, sevinç, maraq, oyun, motivasiya yaradan fəaliyyətlər. Uşaqlar bir neçə saat dalbadal dərslərdə olduqlarına görə sıxıla bilərlər. Müəllim bəzən dərsin ortasında 2-3 dəqiqəlik də olsa, nə bilim, bir lətifə danışa bilər, yumor danışa bilər, nəsə də 2-3 dəqiqəlik bir abu-havanı dəyişə bilər. Uşaqların o əyləncə ehtiyacını ödəyə bilər. Bu ehtiyaclar daxili motivasiyanın mənbəyidir və davranışı istiqamətləndirir. Müəllimin rolu təhlükəsiz, hörmətə əsaslanan müsbət sinif mühiti yaratmaqdır. Şagirdlərin sevilmə və qəbul olunma ehtiyacını təmin etməkdir.
şagirdlərə seçim imkanları vermək, məsələn, tapşırıq, layihə, rol seçimi və s. Sonra güc ehtiyacını müsbət yollarla qarşılamaq, məsələn, uşağın nəyisə təşviq etmək, onun uğurunu tanınması, məsəl üçün, hansısa bacarığını, hansısa uğurunu qeyd eləmək, kiçik belə olsa qeyd eləmək ki, qoy bu uşaq da özünü bacarıqlı hiss eləsin, güclü hiss eləsin. Əyləncə və marağı artıran fəal və interaktiv metodlardan istifadə etmək. Seçim nəzəriyyəsinin əsas ideyası budur. Şagirdlər davranışlarını dəyişməyə məcbur edilmir. Dedik, axı, xarici faktor yoxdur. Özləri, bax, burada daxili və özləri əsas açar sözdür. Özləri seçirlər göstərdikləri davranışları. Daxili motivasiyanı gücləndirir, davranış problemlərini azaldır, şagird-müəllim münasibətlərini möhkəmləndirir, məsuliyyətli, özünü idarə edən fərdlərin formalaşmasına xidmət edir. Bu oldu bu, seçim nəzəriyyəsi. İndi gələk əməkdaşlıq və proaktiv həllər. Doktor Ross Green yanaşmasıdır. Ən asandı budur, balacadır. Deməli, bu yanaşma burada da cəza yoxdur. Burada da dəstəkləyici mühit var. Bu yanaşma şagird davranışının idarə olunmasında əməkdaşlığa əsaslanan yanaşmanı izah edir. Bax, şagird davranışının idarə olunması. Şagird pis davranış göstərir, onu idarə etməliyik. Necə? Əməkdaşlıqla, cəza ilə yox. Və davranış problemlərinin cəza ilə deyil, bacarıqların inkişafı və birgə problem həlli yolu ilə aradan qaldırıldığını vurğuluyur. Yanaşmanın əsas ideyası nədir? Deyir, problemli davranışın səbəbi motivasiya çatışmazlığı deyil. Yəni, uşaq problemli davranış göstərirsə, bu uşağın motivasiya çatışmazlığı deyil. Sadəcə bizim ondan tələb etdiyimiz bacarığın öhdəsindən gələ bilmir. Tələb etdiyimiz bacarığın öhdəsindən gələ bilmir deyənə davranış pozuntusu edir. Məsəl üçün, tutalım da, elə bir tapşırıq vermişik ki, uşaq bunun öhdəsindən gələ bilmir, qalıb loru dillə deyirəm də, çətin tapşırıqdır, baxır tapşırığın üzünə, öhdəsindən gələ bilmir. Neynəsin? Təbii ki, davranış pozuntusu edəcək. Ona buna kağız tullayacaq, onu çağıracaq, bunun saçını dartacaq. Nəsə edəcək. Niyə? Çünki tapşırığın öhdəsindən gələ bilmir. Yəni, ondan tələb olunan bacarığın öhdəsindən gələ bilmir. Və yaxud da iki səbəb var. Və yaxud da həll olunmamış problemləri var. Yəni, nə dedik? Şagirdlər bacarmadıkları üçün problem yaşayırlar. Öhdəsindən gələ bilmir, bacarmır deyə problem yaşayır. İstəmədikləri üçün yox. Davranışı dəyişmək üçün şagirdlə qarşı durma yox, əməkdaşlıq qurulmalıdır. Yenə də deyirəm, iki səbəbi var idi, indicə dedim. Yəni, davranış problemlərinin iki əsas səbəbi var. Tələb olunan bacarıqların lazımi səviyyədə formalaşmaması, ya da ki, həll edilməmiş və davam edən problemlər. Müəllim nə etməlidir? Yəni, bu yanaşmaya görə yenə də empatiya. Deyir ki, şagirdlə empatiya qurun. Şagirdin baxış bucağını anlamaq. Bir sözlə deyir ki, ay müəllim, bir vaxtlar sən də şagird olmusan, sən də o parta arxasında olmusan. Alim deyil, sən də yəni alim olmamısan da, sənin də çətinlik çəkdiyin məqamlar olub, sənin də öhdəsindən gəlmədiyin məqamlar olub. Yəni, həmin şagirddə də bunu görəndə onu anlamağa çalış ki, mən də bir vaxtlar belə olmuşam. Yəni, şagirdin baxış bucağını anlamaq, onun çətinliklərini qəbul etmək, problemi iradə və ya istəksizlik kimi qiymətləndirməmək. Deməli, empatiya qurdum, onu anladım. Sonra nə edirəm? Problemi müəyyənləşdirin. Davranışa səbəb olan, yəni bilmək istəyirəm ki, bu niyə bu davranışı göstərir, o problemi kökünü axtarın. Davranışa səbəb olan konkret çətinliyi birgə aydınlaşdırmaq, gözləntilərlə şagirdin bacardıqları arasındakı uyğunsuzluğu üzə çıxarmaq. Sonra, indi problemi müəyyənləşdirdiyimdə problem nədir? Problem nə idi? Belə deyim də, uşaqdan gözləyirəm, amma şagird onu bacarmır. Yəni, bu uyğunsuzluğu üzə çıxarıram. Təbii ki, sonra nə edirəm? Əməkdaşlıq edərək problemi aradan qaldırmağa çalışıram. Şagirdin ehtiyaclarını və vəziyyətin tələblərini nəzərə alaraq hər iki tərəf üçün məqbul həll yolu tapmaq. Böyüklər uşağa problem həll etmə bacarığını öyrətməklə dəstək olurlar.
Bayaq dediyim kimi, burada da əsas məsələ dəstəkləyici və təhlükəsiz mühit yaradılmalıdır. Bax, seçim nəzəriyyəsində də onu dedik. Cəzaya deyil, problemin həllinə fokuslanmaq əsasdır. Müəllim emosional nəzarəti qoruyaraq diqqəti nəticəyə yönəltməlidir. Emosional nəzarət odur ki, deyir, ola bilər ki, siz bu cür uşaqlarla işləyərkən bəzən özünüzdən çıxa bilərsiniz, səbirsiz ola bilərsiniz. Deyir ki, amma emosiyalarınızı tənzimləyin də, özünüzdən çıxmayın. Çünki özümüzdən çıxsaq nə olur? Ya təhqir eləyəcəm, ya vuracam. Axı biz dedik, burada dəstəkləyici və təhlükəsiz mühit olmalıdır. Deyir ki, yəni emosiyalarınızı tənzimləyin. Şagirdlərlə işləyərkən səbir və ardıcıllıq vacibdir. Yəni deyir, səbirli olun. Ardıcıllıq da o deməkdir ki, bunu elə bir gün edim də sabahdan başım buraxmayın. Davamlı o uşağın üzərində durun. Əməkdaşlıq və proaktiv həllər yanaşması davranış problemlərini azaldır. Şagirdin məsuliyyət və özünü idarə bacarıqlarını inkişaf etdirir. Müəllim-şagird münasibətlərini gücləndirir. Davamlı və real həll yollarının formalaşmasına xidmət edir. Deməli, hər iki nəzəriyyədə dəstəkləyici mühit var idi və cəza yox idi. İndi gəldik stimula cavab nəzəriyyəsi. Bunu yox, keçməmişik. Stimula cavab. Edward Thorndike'ın nəzəriyyəsidir. Bu nəzəriyyənin 4 qanunu var. Birincisi təsir qanunudur. Yəni stimula cavabın ən təsirli, belə deyək də, qanunlarından biridir. Davranışın nəticəsi həmin davranışın gələcəkdə təkrarlanıb təkrarlanmayacağını müəyyən edir. Məsələn deyirəm də, keks bişirmişəm, duxovkaya qoyanda qolum yanır. Gələn dəfə nə edəcəm? Bax, bunun nəticəsində nə oldu? Qolum yandı, canım acıdı. Gələn dəfə nə edəcəm? Daha ehtiyatlı davranacağam. Ona görə deyir ki, davranışın nəticəsi gələn dəfə onu təkrarlayacağamı, təkrarlanmayacağamı? Onu nə edir? Müəyyən edir. Məmnuniyyət doğuran nəticələr, narazılıq doğuran nəticələr. Əgər bir stimul qarşısında verilən cavab müsbət bir nəticə, yəni mükafat və həzz verirsə, təbii ki, mən onu bir də təkrarlayacağam. O stimul ilə cavab arasındakı bağ güclənir, gələcəkdə həmin vəziyyətdə eyni hərəkətin edilmə ehtimalı artır. Narazılıq doğuran nəticələr, əgər verilən cavab mənfi bir nəticə, cəza və ya ağrı verirsə, stimul reaksiya arasındakı bağ zəifləyir, gələcəkdə həmin hərəkətin təkrarlanma ehtimalı azalır. Bayaq dediyim duxovka məsələsi. Sonra Thorndike bunu təcrübədən keçirir. Tapmaca qutusu təcrübəsi. Deməli, bir qutu düzəldir. Nə bilim, qutuya pəncərə qoyur, qapı qoyur, yuxarıdan ip qoyur, pedal qoyur. Yəni, belə bir şərait yaradır və içinə ac pişik qoyur. Və pişik voşunda qoydu qutuya, qutunu bağladı. Amma pişiyin o qutunu açmaq üçün 2 yolu var. Bir ipi dartmalıdır, bir də pedala basmalıdır. Yəni 2 dənə yol da qoyub. Və pişik pəncərədən baxır ki, qarşı tərəfdə də yemək qoyub. Yəni pişik çöl tərəf, yəni qutunun içindən çölü görür ki, orada yemək var və ac pişikdir. Təbii ki, nə edəcək? Başlayır ora-bura qaçır, qutudan çıxmağa çalışır da, pəncərəni cırmaqlayır, qapını cırmaqlayır və s. Yəni müəyyən bir hərəkətlər edir ki, qutudan çıxsın. Təsadüfən ayağı dəyir, belə deyək də, əli dəyir pedala və qapı açılır. Aha, pedala dəydi, qapı açıldı, qaçdı, yeməyi yedi. Demək ki, pedala dəydi, sonunda nə qazandı? Bax, ayağının pedala dəyməsinin nəticəsində nə qazandı? Mükafat, yəni yemək. Demək ki, bu pedal söhbətini bu həmişə təkrarlayacaq. Çünki onun sonunda mükafat qazandı. Deməli, burada indi nə deyir? Bu qanunun önəmi nədir? Müasir psixologiyada və gündəlik həyatda da buna rast gələ bilərik. Məsələn, təhsildə şagirdin düzgün cavabına verilən əhsən və ya yüksək qiymət onun oxumağa olan həvəsini daha da artırır. Uşaqların müsbət davranışlarını tərifləmək həmin davranışın vərdişə çevrilməsinə kömək edir. Bonus və mükafat sistemi işçinin məhsuldar davranışını stimullaşdırır. Məsələn, bu ay mənə tutan maaşdan əlavə bonus veriblər, nə edəcəm? Daha da həvəslənəcəm də, çünki bu ay mənə deyirlər ki, ay sən mən bu ay çox əziyyət çəkmirsən, ala bu da sənə bonus. Mən nə düşünəcəm? Deyəcəm ki, deməli çəkdiyim əziyyətin nəticəsində mən mükafat qazandım. Nə edəcəm? Bu davranışı bir də təkrarlayacağam. Yəni, daha çox işləməyə çalışacağam. Sonra gəlir hazırlıq qanunu. Deyir ki, əgər bir insan bir işi görməyə hazırdırsa və o işi görürsə, bu həmin insanda məmnunluq doğurur.
Əgər bir insan bir işi görməyə hazır deyilsə, amma məcbur edilirsə, bu insanda qıcıq doğurur, qıcıq yaradır. Loru dilindən deyək, düşünün ki, bu gün enerjiniz çox yüksəkdir, yəni ki, keyfiniz əladır, belə deyim də, İstəyirsiniz ki, o qədər enerjiniz, motivasiyanız yüksəkdir. İstəyirsiniz evi belə dip köşədə söküb bir də yığasınız o dərəcə. Nə isə başlayırsınız, hazırsınız da, düzdürmü? Siz artıq bu işi görməyə hazırsınız. Hətta belə deyim də, həm fiziki cəhətdən hazırsınız, həm də daxili. Motivasiya, enerji yüksəkdir. Nə edirsiniz? Başlayırsınız evi qəşəng yığışdırırsınız, eləyirsiniz və sonunda da əlinizdə kofe açırsınız, qapılara baxırsınız, ləzzət edirsiz təmizlədiyiniz otaq. Yəni bu sizdə məmnunluq doğurur. Bir də var ki, hazır deyilsiniz, elə bir ki, bu gün yerinizdəsiniz, heç yerinizdən çıxmaq istəmirsiniz, modunuz o deyil. Ancaq yatın, telefon qutdalayın, bir də yatın. Amma evdə gəlib sizə kimsə deyir ki, nə qədər yatmaq olar, dur bir həftədə bir dəfə evdə olsan, dur evlər yığışdı falan filan. İndi bu adam danışmasın deyə mən durub, neyirəm, məcburən ev yığışdırıram. Əslində mən buna hazır deyiləm, özümü hazır hiss etmirəm, prosto məcburən yığışdırıram. Deməli, bu məndə nə doğuracaq? Qıcıq və əsəb, deyinə edəcəm. İndi bunu loru dildə izah elədim də. İndi burada nə deyək? Burada da 3 ssenari ilə izah edirik. Fərd bir hərəkəti etməyə hazırdırsa, motivasiya var, enerji yerindədir və həmin hərəkəti icra edirsə, bu onda məmnunluq hissi yaradır. Bayaq dediyim kimi evi yığışdırmaq. Hazır olub icra edə bilməmək. Fərd bir hərəkəti etməyə hazırdırsa, lakin ona maneçilik törədilirsə, bu onda qıcıq və əsəb yaradır. Məsələn, dərsi yaxşı bilən və cavab vermək istəyən şagirdə müəllim söz vermir. 1 dəfə, 2 dəfə, 3 dəfə həmin şagird qıcıq olur. Deyir ki, mən hər dəfə dərs öyrənib gedirəm, hər dəfə əlimi qaldıram, müəllim məndən soruşmur. Hazırdır, amma ona söz verilmir. Hazır olmayıb, icra etməyə məcbur olmaq. Fərd hərəkət etməyə hazır deyil, lakin onu məcburən etdirirlərsə, bu onun mənfi reaksiya doğurur. Deyir, məsələn, mövzunu heç anlamayan şagirdi lövhəyə çağırmışam ki, məsələni həll et. Deyir, anlamamışam, necə həll edim? Bu onda qıcıq doğurur. Məşq qanunu. Deyir, təkrar biliyin anasıdır. Nə qədər bir şeyi çox məşq edərsənsə, təkrarlayarsansa, o daha qalıcı olar. Yəni, istifadə qanunu. Bir stimul ilə cavab arasındakı əlaqə təkrarlandıqca həmin bağ güclənir. Yəni, bir hərəkəti nə qədər çox məşq etsək, onu öyrənməyimiz, gələcəkdə avtomatik icra etməyimiz bir o qədər asanlaşır. Məsələn, bir musiqi alətində hər gün eyni qammanı çalmaq barmaqların həmin hərəkətə öyrəşməsini təmin edir, avtomatikləşir. İstifadə etməmə qanunu. Deyir, yəni ki, bir şeyi biz təkrarlamadıqca, ara verdikcə artıq həmin bağ zəifləyir, unudulur. Məsələn, orta məktəbdə öyrəndiyiniz bir riyazi düsturu illərlə tətbiq etmədikdə, o düsturu və onun həll yolunu xatırlamaq çətinləşir. Və 4-cü, çoxsaylı reaksiyalar qanunu. Burada nə deyir? Bu qanuna görə bir canlı yeni bir stimul ilə qarşılaşdıqda, yəni yeni bir problemlə qarşılaşdıqda və həmin an düzgün cavabı bilmədikdə, o bir sıra müxtəlif reaksiyalar, yəni cəhdlər verməyə başlayır. Əgər canlı ilk reaksiyasında uğur qazanmasa və dayansa, alınmadı, belə dayansa, əvəzində başqa bir hərəkəti, yəni sınaqdan keçirməsə, burada öyrənmə baş verməyəcək. Amma dayanıb gözləmir, əvəzində başqa hərəkətlər sınaqdan keçirirsə, bayaqki pişik kimi, nə edəcək? Uğur qazanacaq, sınaq və səhv metodu kimi. Deməli, burada nə var? Problem həll olunana qədər fərd müxtəlif davranış modellərini sınayır. Yəni, alınana qədər bayaq pişik neynədir? Bax, bayaq yazmışam. Qutunun barmaqlarını dişlədi, pəncəsi ilə qapını yuxarı tullamağa çalışdı. Miyol deyir. Budur çoxsaylı reaksiyalar. Nəhayət, bu reaksiyalardan biri pedala basmaq təsadüfən uğur gətirir və digər səmərəsiz reaksiyalar tədricən sıradan çıxır. Yəni, səhv etmək normaldır. Bu qanun göstərir ki, səhvlər öyrənmənin ayrılması hissəsidir. Zaten indi nə deyirik? Səhv etmək öyrənmənin artıq bir yoludur, bir qoludur. Şagird düzgün cavab tapana qədər müxtəlif yanlış yolları sınamalıdır. Problemlərin həlli. Müəllimlər şagirdlərə yalnız hazır düsturları verməməli, onlara fərqli yolları sınamaq üçün şərait yaratmalıdırlar. Yaradıcılıq zaten insan alternativ yollar
O çoxsaylı reaksiya nədir? Deyir ki, hətta yaradıcı təfəkkür keçəndə var idi təcrübə aparmaq. Deyirdi, bir şey sınaqdan keçirdin, gördün, alınmadı, bir daha. Bax, budur da çoxsaylı reaksiya və yaradıcı təfəkkür. Çoxsaylı reaksiyalar həm də yaradıcı düşüncənin əsasıdır. Bir problemin həlli üçün 10 fərqli yol sınamaq zəkanı inkişaf etdirir. Və sonuncusu Dreykursun sosial intizam modeli. Burada da cəza yoxdur. Burada da deyir ki, belə deyim də, bir uşaq davranış pozuntusu edirsə, orada da problem nədir? Şagirdin aid olma ehtiyacı ödənməyib. Demək ki, şagirdin bu ehtiyacı ödənməyib və şagird də bu ehtiyacını sağlam yollarla qarşıya bilmədiyinə görə səhv məqsədlərə belə deyək də, əl atır. Və 4 dənə səhv məqsəd var. Qəsdən diqqəti cəlb etmək, güc nümayiş, qisas, çarəsizlik. İndi burada var, şagirdin etdiyi və müəllim nə etməlidir? Hansı ki, situasiyalarda verirlər sinif mühitindən. Bax, o olur nəzəriyyə sualı. Ay, nə bilim, şagird qəsdən dərsi pozdu, bunu elədi, müəllim bu an nə etməlidir? Mən artıq oradakı açar sözlərindən tutmalıyam ki, bu hansı nəzəriyyədir? Cavabı da ona görə seçməliyəm. Tamam, diqqəti cəlb etmək. Uşaq görək bu səhv məqsədlə nə etmək istəyir? Uşağın məqsədi başqalarını, yəni müəllim və yoldaşlarını məşğul etməklə onlardan xüsusi diqqət və qayğı gözləməkdir. Məqsədi budur. İnamı nədir? Mən yalnız diqqət çəkəndə və ya xüsusi qayğı görəndə özümü aid hesab edirəm. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmliyəm. Gizli mesajı nədir? Mənə diqqət yetirin, məni cəlb edin, qoşulmaq istəyirəm. Yəni, mən də sizin aranıza qoşulmaq istəyirəm. Bu an müəllim nə etməlidir? Diqqəti minimuma endirmək. Yəni ki, uşaq qəsdən dərsi pozur. Mən də başlayayım ki, ay uşaq sakit dur falan filan. Elə bir ki, uşağın istədiyini vermiş oluram. Onun istədiyi nə idi? Mənim diqqətimi cəlb eləsin öz üzərinə. Davranışa məhəl qoymayın, yaxınlıqda durun, qeyd götürün. Deyir ki, onun etdiyi yanlış davranışa məhəl qoymayın. Məsələn, gedin, mən dərs izah edirəm də. Dərs izah edə-edə gedin, əlinizi onun partasına qoyun, çiyninə qoyun, yanında durun. Bir növ siz də gizli mesaj ötürürsünüz ki, bala, nəzərimdəsən, narahat olma, yəni mən səni görürəm. Deyir, ondan sonra uşaq davranış pozuntusu etmir. Və yaxud da şagirdin diqqətini yayındırın, fəaliyyəti dəyişin, sual verin, jest edin. Və yaxud da uyğun davranışı dəstəkləyin, təşəkkür edin, təbrik stikeri. Belə deyim də, uşaq elə bir hansı yaxşı bir davranış göstərəndə, həmin bir davranışı dəstəkləyin, təşəkkür edin. Və sonra şagirdi hərəkət etdirin, şagirddən başqa oturacaqda oturmasını xahiş edin, şagirdi düşüncə kreslosunu göndərin və s. Yəni, bu addımları edə bilərik. Uşağın ikinci səhv məqsədi güc nümayiş etdirmək. Uşağın məqsədi güc nümayiş etdirməklə nüfuz qazanmağa çalışır. Yəni, inanır ki, mən yalnız nüfuzlu olduğum, vəziyyətə nəzarət etdiyim, nə bilim, heç kimi mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman güclüyəm, özümü mənsub hesab edirəm. Gizli mesajı mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Demək ki, bunun ehtiyacı özümü bacarıqlı hiss etməkdir. Ödəmədiyimizə görə güc nümayiş etdirir. Burada nədir? Müəllim nə etməlidir? Soyuqqanlığı qoruyun, gərginlik qarşı durmadan yayının. Davranışları ilə mütləq razılaşmadan perspektivlərini, hisslərini və ya narahatlıqlarını tanıyın. Bu, onların hərəkətləri ilə uyğun olmasa belə hörmət və empatiya göstərmək üsuludur. Yəni ki, uşaq bu cür hərəkətlər göstərəndə. Time out-dan istifadə edin, yəni fasilə verin. Fərdi söhbət edin. Bu addım situasiyanın tamaşaya çevrilməsinin qarşısını almaq və daha diqqətli, konstruktiv müzakirəyə imkan yaratma məqsədi daşıyır. Yəni deyir ki, fərdi danışın, yoxsa siz burada başlayacaqsınız, sən deyəcəksən, o deyəcək, sən deyəcəksən, o deyəcək. Nə oldu? Tamaşaya çevirirsiniz də. Yəni, ikiniz burada değişirsiniz, hamı sizə baxır. Dağıdıcı davranışın nəticələrini aydın şəkildə uşağa izah edin. Ədalətli ardıcıl olun. Nəticələrin yalnız yanlış davranışla bağlı olduğunu təmin edin. Nəticələr cəza tədbirlərinə deyil, düzəldici fəaliyyətlərə diqqət yetirilməlidir. Daha sonra qisas hissi, yəni əvəzini çıxmaq istəyir. İnancı odur ki, özüm incidiləndə başqalarını da incitməliyəm. Mən nə bilim bəyənilə və sevə bilmirəm.
sevilə bilmirəm. Gizli mesaj odur ki, mənə kömək et, incinmişəm, hisslərimi qəbul et, mən sayıldığımı hiss etmək istəyirəm. Fikir verirsinizsə, əslində problem bizdə olub da. Yəni, bu uşaq niyə bu vəziyyətdədir? Burada müəllim nə etməlidir? Eyni ilə güc nümayişində hansı addımları dedimsə, orada da həmin addımları etməlidir. Və sonuncu çarəsizlik hissi, uşağın məqsədi təslim olmaq, tək qalmaq. İnancı odur ki, mən qeyri-kamil olduğum üçün aid ola bilmirəm, ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracam. Gizli mesaj odur ki, mənə öhdəsindən gələ biləcəyim kiçik addımlar göstərin, uğurlarımı vurğulayın, özümü olduğum kimi qəbul etməliyəm, cəsarətləndirilməyə ehtiyacım var. Müəllim nə etməlidir? Təlim metodlarını dəyişə bilərsiniz. Hər dəfə bir addım öyrət. Məsələn, təlimatı kiçik hissələrə bölərək. Bir var ki, bir böyük şeyi öyrənə bilmir də. Bir də var ki, kiçik addımlarla nəsə öyrənsin. Fərdi dəstək göstərin. Uşağın özünə müsbətləri təlqin etməyə öyrədin. Səhvlərdən doğru nəticə çıxarmağı təmin edin. İndi gəldik cəza yerinə məntiqi nəticələr. Dreykus ənənəvi cəza üsullarına qarşı idi, cəzanı aşağılayıcı hesab edir və bunun yerinə məntiqi nəticələr təklif edir. Məsələn, cəza nədir? İxtiyari tətbiq olunur, uşağı qorxudur və qəzəbləndirir. Məntiqi nəticə isə davranışla birbaşa əlaqəlidir, uşağa seçim şansı verir. Məsələn, divara şəkil çəkən uşaq. Elə bir ki, uşaq divara şəkil çəkib, mən də ona cəza verirəm. Gəl, otur sinifdə, tənəffüsə çıxmayacaqsan. Bu indi güya cəza oldu. Deyir, daha da məntiqli nəticəsi olsun da, divara yazmışsan, alabala əskini, get yazdığın kimi sil. Deyir, bu daha doğru qərardır. Tərif yoxsa tərif yerinə təşviq. Dreykus bildirdi ki, yaramaz uşaq əslində cəsarəti qırılmış uşaqdır. Ona görə də tərif uşağı xarici rəydən asılı saldığı halda təşviq onun daxili özünə inamı artırır. Təşviq yəni onu bir növ həvəsləndirmək. Tərif rəqabəti stimullaşdırır, tamamlanmış nailiyyətə görə verilən mükafatdır, eqoizmi stimullaşdırır. Təşviq isə bir cəhdin qəbul edilməsidir. Şagirdlərə öz fəaliyyətlərini qiymətləndirməyə kömək edir, əməkdaşlığı stimullaşdırır. Dərslərimiz bu qədərdir. Sualınız varsa buyurun. Müəllim, bu testlər elə hamısı birinin içindədir, eləmi? Bəli, bir-birinin içindədir. İndi yazıram səhifəsi. Səhifə 272-ni işləyəcəksiniz. Edu yoxladıq. Neçə idi Edu? 14 idi. 15. MHN? 6 idi. 7. Əlavə fəsil sınağı vermirəm. Bunları işləyin. Çünki hələ onları öyrənməlisiniz. Yaxşı? Yaxşı. Çox sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun.